İman şirinliyini dadmaq istəyən qardaşını Allah üçün sevsin, Allah üçün qəlbi ilə, canından keçəcək səviyyədə. Şüyürəm, qardaş çağırır məni Allah kimi. Yox, dərhal durmalıdır. Taqətim var, dura bilirəm, ölməyəcəm ki. Qardaşlıq odur. Subhanallah. Yaxşı, qardaşı, yəni səni incitməyən, səninlə anlaşan birisini sevmək çox asandır. Allah üçün sevmək isə o deməkdir ki, Allahım, sən bilirsən ki, qəlbim ondan qırılıb. Amma sənin üçün Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin qardaş olun, biri-birinizə kim bəsləməyin buyurduğunu örnək tutaraq, daxilən mənə ağır olsa da, nəfsimə çətin gəlsə də, sənin rizan üçün bunu edirəm. Subhanallah, o anda Allah yanında sənin dərəcən yüksəlməz. Belə etsən, nəfsini sındırmış olmarsan, Resulullah sallallahu aleyhi ve sellemin sözünü həyata keçirmiş olursan.